Hamıya salam aleyküm uşaqlar. Mən Ayxan. Bu gün sizlərlə birlikdə yeni bir video ilə qarşınızdayım uşaqlar. Bu gün sizə turnik necə vurulur onu sizə çəkəcəm, göstərəcəm. Bir də ki uşaqlar, onu deyim ki, videoyu keçməmişdən və kanalıma abunə olub like atmağı unutmayın. Bir də gecədir, yəni çox da belə qaranlıqdır. Çox da belə gec deyil də, 9:00-dır da yəni saat. Hər nəsə, videomuz bununla bağlı deyil. Keçək videoya uşaqlar, bu gün sizə turnik haqqında nələr var hər şey deyəcəm də. Turnik necə vurulur, turnikdə necə sallaşsan, necə belə vuranda saniyə nə var yoxsa nəysə də çox da nə var hər şey sizə deyəcəm. Onda keçək videoya. Deməli uşaqlar, ilk başda elə bil ki bu turnikdən sizə necə sallaşırıq onu göstərəcəm. Biraz arxaya get. İndi deməli, ilk növbədə turnikdən sallaşırsınız ki, turniki də biraz vura biləsiniz. İlk növbədə sallaşmağı göstərəcəm sizə. Əllərinizi çox da belə aralıda tutmursunuz, belə tutub. Baxın, belə bir neçə saniyə, yəni 30 saniyə, 20 saniyə belə sallaşırsınız. Bir dəqiqə kim sallaşa bilir, sallaşsın. Çox adam deyil, əlləriniz belə mazalı olur, belə dəmirdir də, belə bir şey. Yəni, özdə ki, belə buradan tutanda hamının əli əslində mazalı olur. Çox da əliniz belə şey olursa, əslində buranı belə plastik bir şeylər qoyun. Baxın, belə rezin kimi bir şeylər qoyun, əlinizlə belə tutun. Amma çox aralı qoymayın əlinizi. Nəsə, sallaşmağı qoyduq bir kənara. Turnik nətər vurulur, necə alınır, onu sizə göstərəcəm. Tutdunuz əlinizi. Bir neçə saniyə çalışın özünüzü, baxın, belə tutasınız. Belə. Tutdunuz, bunlar sizə çox lazım olacaq. İkinci növbədə, baxın, özünüzü yavaş-yavaş, çox insan belə edir, bax. Belə mən heç özüm də qalxa bilmərəm, düzdür. Elə bil ki, bunu belə eləyəsiniz, bax. Qalxanda, baxın, əllərinizi belə qoyursunuz. Bir neçə saniyə belə bu şəkildə dayanmalısınız. Hamınıza tövsiyə edirəm ki, bu videoya baxın, çünki elə adamlar var ki, turnikə həvəsi var, amma vura bilmir də, sallaşa bilir sadəcə. Əvvəldən düzdür, mən də elə idim, nəysə. Dedim ki, bir neçə saniyə baxın, belə dayanasınız. Təmli nəfəs oldum özümdə. İndi mən sizə necə vururam, turniki necə vururam, yəni döymürəm turniki. Səhv başa düşməyin. Necə vururam turnik belə, onu göstərəcəm sizə. Çələbizi çatdırın bura. Belə vururam uşaqlar turniki. Dediyim kimi, baxın belə. Bunları sizə göstərəcəm. Sonra isə uşaqlar, elə adamlar var ki, elə bir ki, turniki, baxın, belə öyrənirlər. Bir əlinizi heç bir zaman o YouTube'da görüb belə eləməyin, bax. Özünüz belə dartmayın, bax, belə sürüşüb adam gedir o yüzden. Heç bir zaman göstərdiyim kimi, baxın belə. Deyək ki, arxaya çox da fikir verməyin, indi elə biləsiz qorxaydı zatdır ya. Az şeydir, nə qorxmayın, 2 saniyə sonra. Nəysə, öz həyatımızda, yəni cəmaatın turniki deyil. Nəysə, sizə bunları göstərdim. İndi elə bil ki, baxın, belə eləyəsiniz. Tam turnikdən sallaşın, baxın belə. Çox adam var belə dayanır. Sonra baxın divarlara ayaqlarını qoyub belə. Tarzan kimi. Hə. İndi belə dayan. Baxın belə əllərinizi tam çənənizi bura çatdırıb bir 7 saniyə dayanmalısınız. Bunlar sizə çox lazım olacaq. Belə vurmaq. Böyle şimşək çaxır. Böyle. Yəni az gündə nəysə, deməm, indi bunları da göstərdim sizə. Ondan sonra uşaqlar, çox adam var turniklə hər şeyin əzələlərini çıxardır. İndi sizə belə göstərim var. Preslərinizin çıxması üçün ilk növbədə belə eləyin bax. Ayaqlarınızı neçə dəfə belə eləyin. Bükün, sonra belə eləyin. Bunu bir neçə dəfə təbii ki də təkrarlamalısınız. Bunları etdikdən sonra isə yəni göstərdim sizə. Əlinizi baxın. Bura qoydunuz. Bir əlinizi də buradan tutdunuz. Yəni hansısa bir yerdə ola bilər. Buradan da tuta bilərsiniz. Qoydunuz. Bir neçə saniyədə belə dayanır. Baxın, bunlar dediyim kimi çox adamın deyəcəyi yox, belə alınmır, nə. O sizə bağlıdır. Yəni ola bilər ki, siz eləyək, heç bunu da eləyə bilmirsiniz. Sadəcə mən tövsiyə verirəm ki, bunları eləyin ki, turniklə vura bilərsiniz.
Hə, yaxşı, bunları da qoyduq bir kənara. İndi uşaqlar, yerdə sizə necə yerlə elə insanlar var ki, baxın belə jim vurmağı yerlə turnikdə belə bir sayırlar. Baxın belə turniklə əlaqəsi. Turnik belə yuxarıdan belə özünüzü bütün ağırlığı yerdə, amma özünüz belə uzanmaq formasında olub belə turnik. Onunla yəni turnikin əlaqəsi yoxdur. Bura jim vuran turniki yəni o özə qoyub jim vuranlar üçün isə tövsiyəm odur ki, ürəkli jim olur uşaqlar belə. Niyə girsən? Girsən. Ürəkli və jim olur. Yaxşı da. Ürəkli jim belə yox da, belə kalp yox da indi. Nasıl kalp tür deyil ürəkli jim olur. Baxın, ən çox buralar şişirdən jim. Bu ürəkli jimdir. Baxın. Bunu bir 13 dəfə, 9 dəfə vurmalısınız. Üç oldu Dedim yelə. ki, uşaqlar. Nə? Nəsə oldu? Üç oldu yelə. Üç yox. Zarafat edirəm. 9 dəfə etdi, 9-dan olsa çox. Nəysə uşaqlar. Dediyim kimi baxın belə heç bir zaman girmədi ağzıma biraz yerdə olsa da. Xəstə deyil də. Təbii ki, bu kanalda belə videolar dediyim kimi çəkəcəm. Əslində təkcə belə videolar yox, əyləncə məqsədi ilə də olanları çəkəcəm. Turnik əvvəldən əslində gəl bura. Buranı çək bir dənə. Turnik əvvəldən əslində baxın buradaydı. Baxın buradaydı. Onda da əslində mən belə yox, heç nə yoxdur əslində. Əvvəldən əslində mən əvvəldən buradaydı çünki mənim də biraz boyum balacaydı. Buradan Yıxıldım bala, yavaş. Onda mən belə idim bax. Belə ondan bəri yəni mən turnik vururum. Çox yoxlama. Adama yaxşı təsir edir bu turnik. İndi isə elə adamlar var belə turniklə salto vurur. Ya burada olmaz da. Eləyə bilərəm əslində bunu. Göstərin. Baxın belə eləyirlər. Yeğlenir ses gelen set eğlenmiş gibi. Girdim kameraya. Çizdiye bu. Hədə belə eləyirlər də. Mən nəyini əllərinizi amma heç bir zaman belə bir şey eləməyin uşaqlar. Özək bura biraz dars qalsa, bura baxın və əllərimi belə geniş qoya bilmirəm. Təmiz nəfəs aldım. Hələ bildik də. İndi əlinizi baxın bura qoyursunuz. Tamamilə baş barmağınızla bura belə qoyub bükürsünüz. Ondan sonra sallaşırsınız. Bunu mən heç bir zaman burada eləyənlərəm. Çünki turnikin özü də belə bir şeydir. Ben niye eləyirsən? Onu demirəm, salt etməm. Belə deyirəm. Burada oynamaq olmaz. Amma geniş ərazidə. Belə eləyir Video bu kadar iyiydi. Elə bir şey turnikdən belə sallaşmağın belə sizə göstərdim. Çöştü tamam. Video bu İndi kadar ən iyiydi. axırıncı isə öz turnik vurmağımı bir də göstərim. Hə. Ya belə yox. Baxın belə yox. Dediyim kimi. Özünüzü turnik vuranızı yuxarı tez dartın. Belə turnik vurmaq olur. Kımadı kızım. Siz benim söndürürlər mən. Video bu kadar iyiydi. Sağ Deməli buradan elə bir ki elədiniz amma Çok güzel mi? hə, baxın belə. Sıvata bak kalleş. Kalleşlikten kalleşlik. Bilmədən nəysə. Nasıl göstərdim mən sənə də turnik vururam. Aha. Kulaklar. Kulaklarımız yani şerpe görseler. Uşaqlar videom bu qədər. Bəyəndisə like qoyun, bəyənmədisə də dislike qoya bilərsiniz. Mənim üçün bəs problem. Sağ olun. İndi Ayxan yok olacak. Görüşənədək. Bir dəqiqə.